Balakən rayonu tarixinin ən ağır, eyni zamanda ən qürurlu səhifələrini vətən uğrunda canını fəda edən oğulları ilə yazıb. 1-ci Qarabağ Savaşından etibarən Balakən rayonu 164 şəhid verərək torpaqlarımızın müdafiəsində ön sıralarda yer alıb. 2020-ci ildə baş vermiş 2-ci Qarabağ vətən müharibəsində isə Balakənin 30 igid oğlu Azərbaycan bayrağını uca tutaraq şəhidlik zirvəsinə yüksəlib. Bundan sonra antiterror əməliyyatları zamanı bir Balakənli hərbiçimiz də vətən yolunda canından keçib. Bu torpaqların hər qarışı şəhid qanı ilə yoğrulub. Şəhidlər xiyabanı, boynu bükük çiçəklər, vüsalına yetməyən saya gəlməz ürəklər. Məzarlar sıra sıra, baş daşları yan bayan, bu torpaqda uyuyur saysız igid qəlblər.